Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Bakı 11 nəfəri İrəvana təhvil verdi. Azərbaycan niyə Sülh Şurasına üzv oldu? Köçəryan bu bölgəni Azərbaycana vermək istəyirdi. Ermənistan-İran yolu bağlandı. Böyük bir donanma İrana doğru hərəkət edir. Azərbaycan Qarabağda qalan 10 erməni və 1 rusu Ermənistan vətəndaşını İrəvana təhvil verib. Bunu Ermənistanın Əmək və Sosial Məsələlər naziri Arsen Torosyan deyib. Onlar Qarabağın 2023-cü ilin sentyabrında Azərbaycanın nəzarətinə tam keçməsindən, əhalinin Ermənistana köçməsindən sonra orada qalıblar. Onlar Ermənistan və Azərbaycanın səlahiyyətli orqanlarına müraciət edib və bu müraciətlər əsasında Ermənistan tərəfinə ötürülüblər, deyə o bildirib. Bu günlərdə ən çox verilən sual Trumpın Sülh Şurasının nə olduğu və Azərbaycanın ora daxil olmasının məqsədi ilə bağlıdır. Bu sözləri sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib. İndiyə qədər heç kim bunun yeni Birləşmiş Millətlər Təşkilatı üçün prototip, yoxsa sadəcə Qəzza müqavilələrinin həyata keçirilməsini təmin etmək üçün bir layihə olduğunu dəqiq deyə bilmir. Ümumiyyətlə, Şura ilə bağlı vəziyyət dinamikdir və Azərbaycanın maraqları və məqsədlərindən danışarkən köhnə bir deyim yada düşür. Şam yeməyində 2 qismdə iştirak edə bilərsiniz. Ya ziyafətdə tam hüquqlu iştirakçı kimi, ya da menyunun bir hissəsi kimi. Beləliklə, skamyada ehtiyatlı oturmaq yox, meydanda oyunçu olmaq lazımdır. Yeri gəlmişkən Şuraya hamı dəvət olunmur, politoloq vurğulayıb. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev ötən gün Davosda Sülh Şurası nizamnaməsi sənədini imzalayıb. Robert Köçəryanın hakimiyyəti dövründə Ermənistanın xarici siyasət məsələləri ilə məşğul olmuş, Vardan Oskanyan barədə danışılacaq çox şey yoxdur. Çünki onun siyasi və iş təcrübəsi acınacaqlı epizodlarla doludur. Telegraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim Vətəndaş Müqaviləsi fraksiyasının rəhbəri Hayk Kansoryan deyib. Oskanyan Köçəryan dönəmində Mehri bölgəsinin Azərbaycana verilməsi barədə danışıqlara gediləndə öz zəiflik və məğlubiyyətlərini tam anlamırdı. Niyə Trump marşrutuna qarşı səlib yürüşünə başlayıblar? Çünki öz arzularını reallaşdıra bilmədilər. Onlar Ermənistanın suverenliyini ləğv etmək istəyirdilər. Deputat Oskanyanın Trump marşrutunu o qədər də əhəmiyyətli layihə hesab etməməsi barədə şərhinə cavab olaraq qeyd edib. Kansoryanın sözlərinə görə açıq tənqidlərin digər tərəfi odur ki, müxalifət artıq Trump marşrutu layihəsi işə düşəcəyi təqdirdə bir qədər əlavə pul qazanmaq üçün biznes planları hazırlayır. Hakim komandanın üzvü əmindir ki, Trump marşrutu Ermənistana rifah gətirəcək. Çünki bu, müharibə istəyənlərin maraqlarına da ziddir. Müxalifətin strategiyası belədir. Ermənistan üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır. İndi yaxşı proseslər gedir. Buna görə kədərli və bədbəxtdilər. İnsanlar həyatı, müxalifət isə ölümü seçir. Onlar müharibə istəyirlər, amma zarıldamaları reallığı dəyişməyəcək. Sinik vilayətində güclü qar fırtınası səbəbindən Ermənistan-İran magistral yolu nəqliyyatın hərəkəti üçün bağlanıb. Bu barədə Ermənistanın nəqliyyat qurumu məlumat yayıb. Bildirilib ki, görmə sıfır olduğuna və təhlükəsizlik səbəblərinə görə Noravan kəndi yaxınlığındakı kəsişmədən Qoru-Stativ istiqamətində Şinuayr kəsişməsinə qədər olan hissələr bağlanıb. İran sərhədinə alternativ yol Noravan, Litsin, Tativdə bağlıdır. Donald Trump Davos sammitindən qayıdarkən təyyarədə jurnalistlərlə söhbətinin videosunu Truth Social'da yenidən paylaşıb. Telegraf xəbər verir ki, paylaşım İranla bağlıdır. Donald Trump İrana doğru böyük bir donanmanın hərəkət etdiyini, heç bir şeyin baş verməsini istəmədiyini, amma Amerikanın Tehranı yaxından izlədiyini bildirib.